Hı hı. Deməli, mövzumuzun adı təlimin təşkilinə dair pedaqoji tələblərdir. İlk öncə onu qeyd edeyim ki, məktəbəqədər yaşlı uşaqların ümumi inkişafı, hərtərəfli inkişafı, təhsilin keyfiyyətli olması, onlarda müsbət emosiyaların yaradılması, təlim fəaliyyətinin səmərəli təşkil olunması, bunların hər birinin daxilində gedirsə əgər, təbii ki, bunlar pedaqoji tələblər sayılır ki, birinci növbədə uşağın ləyaqətini hörmət etmək lazımdır. Yəni düşünmək olmaz ki, o körpədir, onsuz da nə isə başa düşmür, anlamır. Məlumat verilərkən belə düzgün şəkildə uşaqlara çatdırmaq lazımdır. Yəni şəxsiyyətin alçaldılmasına təbii ki, yol verilmir və ilk növbədə uşaq ləyaqətinə hörmət, həmçinin tərbiyəçinin vəzifəsidir ki, uşağın şəxsiyyətinə hörmətlə yanaşmaq lazımdır. Yəni peşəkar şəkildə işini görən müəllim həm qərəzsiz yanaşmalıdır, uşağın fərq etməməlidir, o hansı dinə, irqə, cinsə mənsubdur, həm də şəxsiyyətinə təbii ki, hörmətlə yanaşmalıdır. Digər bir tərəfdən təlimin uşaqların yaş və fərdi xüsusiyyətinə uyğun forma, metod əsasında təşkil olunması. Yəni uşağın yaşını nəzərə almaq lazımdır. Bağça sistemində bilirik ki, kiçik qrup, orta qrup və böyük qrup olmaqla hissələrə bölünür və nəzərə almaq lazımdır ki, kiçik yaşlı qrupla böyük qrup bir olmur. Onların təfəkkürü, qavrama səviyyəsi eyni deyil. Hər hansı bir formanı, metodu seçərkən də nəzərə almalıyıq ki, məsələn, bu 3 yaşında bir uşaqdır və yaxud da bu 4 yaşlı bir uşaqdır, 2 yaşlı bir uşaqdır. Yəni bunların hər birinin nəzərə alınması vacibdir ki, uyğun forma, metod vasitələrlə təşkil olunmalıdır. Və təlim prosesi fəaliyyətinə böyüklər və uşaqlar arasında əməkdaşlıq əsasına qurulması vacibdir ki, əməkdaşlıq ən vacib komponentlərdən biridir. Nəyə görə? Çünki birgə fəaliyyət olduqda iş daha səmərəli, daha keyfiyyətli olur. Ona görə böyüklər və uşaqlar arasında əməkdaşlıq qurulmalıdır. Digər bir tərəfdən uşaqların təşəbbüskarlığı, müstəqilliyin dəstəklənməsi də vacibdir ki, gördüyü hər hansı bir işə görə, hər hansı bir fəaliyyətə görə uşağın təşəbbüskarlığı, müstəqilliyi dəstəklənməlidir. Həmçinin uşaqlar fiziki və psixoloji zorakılığın bütün formalarından qorunmalıdır ki, məsələn, yenə də qeyd edirik, hər hansı bir belə deyək, uşaqlara zərər yetirilməsinə qoymuruq və yaxud da özümüz fiziki, psixoloji cəhətdən uşaqları incitmirik. Bütün bunların qorunması təlimin təşkilində pedaqoji tələblər sırasındadır. Və ailələr təlim fəaliyyətinə bilavasitə cəlb olunmalıdır. Yəni mütəmadi öz uşağının inkişafı ilə bağlı məlumat almalıdır, məlumat əldə etməlidir və bu təlimin təşkili zamanı bir neçə prinsipimiz var ki, bunlar didaktik prinsiplərdən bəziləri eynilik təşkil edir. Məsələn, şəxsiyyət yönümlü, nəticə yönümlü didaktik prinsiplərlə eynilik təşkil edir. Və mənaları nələrdir? Ümumiyyətcə, gəlin sadalayaq. Təlimin təşkili zamanı aşağıdakı prinsiplərə istinad edilməlidir. Onlar hansılardır? Şəxsiyyət yönümlü, differensiallaşdırma, fərdiləşdirmə, idrak fəallığı, əyanilik, əməkdaşlıq, bir də nəticə yönümlülük. Şəxsiyyət yönümlülük nədir? Şəxsiyyət yönümlülük dedikdə uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşırıq. Bircə dəqiqə üzr istəyirəm müəllimə. ABS Aha. Deməli, harda qalmışdıq? Prinsiplərimizdən bəhs edirdik ki, deməli, şəxsiyyət yönümlülük, differensiallaşdırma, fərdiləşdirmə, idrak fəallığı, əyanilik, əməkdaşlıq, bir də nəticə yönümlülük əsasında olurdu. Şəxsiyyət yönümlülük nədir? Şəxsiyyət yönümlülük prinsipi dedikdə uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşmağı tələb edirik. Yəni hər zaman yaşından asılı olmayaraq uşaqlar şəxsiyyət kimi yetişdirilməlidir. Həyatda lazım olan ən zəruri dəyərlərin formalaşdırılması bir vəzifə kimi qarşıya qoyuruq. Yəni uşaq bağçada nəyi öyrənməlidir, hansı həyati bacarıqlara yiyələnməlidir, uşağın elmi, yəni biliyi nə dərəcədə olmalıdır, əmək vərdişi necə formalaşmalıdır. Bunların hər birini bir vəzifə kimi qarşıya qoyuruq. Və bu iş məktəbəqədər təhsil mərhələsindən başlayır. Yəni ən əsas mərhələ biz bilirik ki, məktəbəqədər sahədir, yəni bağça sahəsidir ki, uşaqların ilk oturuşu, davranış qaydası, digər insanlarla sosiallaşması, idraki, uşaqların həm fiziki, həm estetik cəhətdən inkişafı hər biri bağça dönəmindən başlayır. Yəni məktəbəqədər təhsil dönəmindən başlayır. Və bu mərhələdə biz əsas götürürük həm də inkişaf sahələrimizi ki, inkişaf sahələrimiz bir vəhdət kimi
uşaqların inkişafında rol oynayır. Yəni düşünməsi, qavrayışı, təbiətdə, ətraf mühitdə insanlarda gözəlliyi görmək, sosiallaşmaq, ünsiyyət, bunların hər biri şəxsiyyət yönümlülüyün daxilindədir. Və ona görə də təlimin məzmununda həyata keçirilməsində nəzərə alınması vacib hesab olunur. Yəni şəxsiyyət yönümlülük prinsipindən söhbət gedir burada. Bu birinci. İkinci bir məsələ differensiallaşdırma və fərdiləşdirmədir. Differensiallaşdırma və fərdiləşdirmə nədir? İlk öncə qaydasını oxuyum. Uşaqların fərdi xüsusiyyətlərinin, maraq və tələbatlarının, fiziki əqli inkişaf səviyyələrinin, psixofizioloji xüsusiyyətlərinin nəzərə alınması, onların təliminin bu xüsusiyyətlər əsasında təşkil olunmasını tələb edir. Differensiallaşdırma nə deməkdir? Yəni uşaqların hər birinə fərdi yanaşırıq. Hansı ki, məsələn, dünən biz keçmişdik, həm də pedaqoji tələblərdən danışanda da demişdik ki, fəaliyyətin stimullaşdırılması var idi. Tutaq ki, uşaqlara həvəsləndirici bir mühit yaradırdıq, dəstəkləyici mühit var idi. Həmçinin differensiallaşdırmanın da bir növ o mənanı ifadə edir ki, uşaqların öyrənmə xüsusiyyətinə nəzərə almağımız, maraq tələbatlarını, əqli inkişaf səviyyələrini, psixofizioloji xüsusiyyətlərini nəzərə almağımız hər biri differensiallaşdırma və fərdiləşdirmənin daxilindədir. Yəni hər bir uşaq başqa bir mühitdən gəldiyi üçün fərqli olur. Hər birinin eyni qavrama səviyyəsi olmur, hər birinin potensialı eyni olmur. Və insanlarda da təbii ki, belədir ki, hər birimizin qavraması, təfəkkürü, potensialı fərqlidir. Uşaqlarda da həmçinin belədir. Bunları nəzərə almaq lazımdır. Və müəllim mühiti elə qurmalıdır ki, zəiflər kənarda qalmamalıdır. Yəni bərabər şəkildə mühit qurulmalıdır. Differensiallaşdırma, fərdiləşdirmə, uşaqlarla düzgün şəkildə rəftar etmək, onların maraq dairəsini, fiziki əqli inkişaf səviyyələrini, psixofizioloji xüsusiyyətlərin nəzərə alınması hər biri differensiallaşdırma və fərdiləşdirmədə gedir. Digər bir tərəfdən idrak fəallığı var. Hansı ki, idrak fəallığı inkişaf sahəmiz olan idrakla da əlaqəlidir. Belə ki, məktəbəqədər təhsil materiallarının koqnitiv xarakter daşımasına, onun fəal təlim şəraitində reallaşdırılmasına imkan yaradır. Uşaqlarda hər hansı problemin həlli tələbatı və onlarda idraki proseslərin fəallaşdırılmasını gücləndirir. Yəni hər bir əşyanın, bağçada gördüyümüz hər bir əşyanın özünün də bir belə deyək, məqsədi olmalıdır. Adi məsələn, əmək əşyaları olur, oyuncaq versiyası uşaqlar üçün. Bu onlarda nəyi inkişaf etdirir? Əməyə həvəsi, oynamaq hissini. Yəni burada məsələ ondan ibarətdir ki, materiallar da idraki xarakter daşımalıdır. Uşaqlar qorxmamalıdır. Təlim mühiti səmərəli olmalıdır. Hər hansı bir problem olduqda onun öhdəsindən gəlməyi bacarmalıdırlar. Bunların hər biri idraki proseslərin fəallaşdırılmasını gücləndirir. Həmçinin müqayisə etmək, təhlil etmək, düşünmək, dərk etmək hər biri idraki fəallığın daxilindədir. Və digər bir tələbimiz əyanilikdir ki, əyanilik nə deməkdir? Məktəbəqədər təhsil müəssisəsində uşaqların öyrənməyə olan marağını stimullaşdırır, öyrəndiklərini daha keyfiyyətli bənimsəməsinə şərait yaradır. Məsələn, burada bir atalar misalını çəkə bilərik ki, deyir 100 dəfə eşitməkdənsə bir dəfə görmək daha yaxşıdır. Bu uşaqlara da aiddir. Məsələn, nə isə izah edirik, tutaq ki, payız fəslindən danışırıq, qış fəslindən danışırıq. Biz onu izah eləyirik. Amma bu uşaqları məsələn həyətyanı sahəyə çıxarsaq, müşahidə edərək, məsələn ağaclara baxaraq, quşlara baxaraq, ətraf aləmə baxaraq onu biz əyani şəkildə göstərsək, onların yaddaşında daha çox qalır. Yəni əyanilik prinsipi də uşaqların öyrənməyə olan marağını stimullaşdırır. Yəni həvəslərini artırır və öyrəndiklərini daha yaxşı yadda saxlamalarına, keyfiyyətli yadda saxlamalarına şərait yaradır. Bu da təbii ki, əyanilik prinsipinə əsaslanır. Digər bir prinsipimiz əməkdaşlıqdır ki, əməkdaşlıq nədir? Fikirləşin, bir təhsil üçbucağı var. Təhsil üçbucağının sağ və sol hissəsində valideyndir, valideyn və tərbiyəçidir, ön hissəsində isə uşaqdır. Yəni burada tərbiyəçi müəllim, uşaq valideyn münasibətlərində qarşılıqlı fəaliyyətin təmin olunması nəzərdə tutulur. Yəni hər ikisinin ortaq məqsədi uşaq olduğu üçün burada münasibətlər qarşılıqlı olur. Valideynlər müəllimlərlə əməkdaşlıq edir, ünsiyyət qurur. Burada tərbiyəçinin rolu təbii ki, böyükdür. Bu da əməkdaşlığa əsaslanır. Bəs nəticəyönümlülük nədir? Nəticəyönümlülük fəaliyyətin əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qurulmasını tələb edir. Yəni ilin sonunda uşaq hansı nəticəyə gəlib çatmalıdır?
və yaxud da tərbiyəçi planını necə qurmalıdır? Məsələn, tərbiyəçi planını əvvəlcədən bildikdə daha rahat olur. Məsələn, bu gün ətraf aləmlə tanışlıq məşğələsi keçməlidir. Orada olan plana uyğun, mövzuya uyğun keçirilməlidir. Bunu bildikdə daha rahat olur. Ona görə, yəni fəaliyyətin əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qurulması təbii ki, aid olacaq nəticə yönümlülük prinsipinə. Və bu bizim deməli, bu birinci mövzumuzdur. Təlimin təşkilinə dair pedaqoji tələblərdir. Situasiyalarda çox düşür bu. Əsas yadımızda saxlamalıyıq ki, uşaqların hərtərəfli inkişafı, keyfiyyətli, səmərəli təhsil görməsi, emosional mühitin yaradılması hər biri təlimin təşkilindədir. Amma pedaqoji tələb dedikdə sırf 6 dənə olan nəzərdə tutulur. Şəxsiyyət yönümlü, differensiallaşdırma, fərdiləşdirmə, idrak fəallığı, əyanilik, əməkdaşlıq, bir də nəticə yönümlülük. Bu təlimin təşkilində olan pedaqoji tələbdir. Qısa mövzudur, amma testlərdə düşür deyə izah etmək istədim sizə. Bir digər əsas mövzumuz olan isə hansı ki, sosial mədəni nəzəriyyədir ki, bu biz keçmişik əslində Viqotika haqqında danışanda sosiallıqdan danışdıq. Yəni yaxın inkişaf zonası haqqında məlumat verdik, scaffolding haqqında danışdıq. Bu isə Viqotskinin digər bir nəzəriyyəsidir ki, sosial mədəni və yaxud da ali psixi funksiyaların tarixi mədəni inkişaf nəzəriyyəsi və uşaqların aparıcı fəaliyyəti haqqında olan məsələləri özündə birləşdirir. Gəlin baxaq. Hər bir peşəsini sevən tərbiyəçi müəllimin məqsədi uşaqların inkişaf etməsi üçün ən səmərəli və uğurlu öyrənmə yolunu seçmək və tətbiq etməkdir. Bəli, yəni elə bir mövzular seçilməlidir ki, elə bir məqsəd olmalıdır ki, uşaqların qavrayışına, təfəkkürünə uyğun olmalıdır. Və uğurlu öyrətmənin yolu uşaqlara qayğı, diqqət və sevgi ilə öyrədiləndir. Yəni uşaqlara nə qədər sevgi, diqqət göstərilsə, uşaq məsələn öyrənməsi daha aktiv olur, daha yaxşı başa düşür. Bəzən deyirlər ki, yox, uşaqlara bir qədər məsələn elə mövqedə dayanmaq lazımdır ki, çox da yumşaq təbiətli olmamaq lazımdır. Qatılıram bu fikrə. Çox yumşaq təbiətli olmasaq da belə, bəzi məqamlarda uşaqlar sevgi, diqqət, qayğı göstərilməlidir və uşaq nə isə öyrənirsə də sevgi ilə öyrənməlidir. Amma qaydalar, prosedurlar tətbiq olunduqda bir qədər məsələn metod elə seçilməlidir ki, uşaqlar ona əməl edə bilsin. Digər bir tərəfdən razılaşsaq ki, bu heç asan deyil, çünki məktəbə qədər dövr 1-6 yaşlı uşaqları əhatə edir. Buna görə biraz da iş çətinləşir, çünki müxtəlif elm sahələri bu problemi araşdırmaqda davam edir. Müasir psixoloji, pedaqoji elmi bir sıra uğurlu təlim yollarını təklif edir. Yəni bu təlim yolları neçə illər əvvəldən olan və bu günə kimi təkmilləşmiş, inkişaf etmiş şəkildə bugüncə çatan təlimlərdir və 20-ci əsrin ən məşhur alimi, psixoloqu Lev Vygotsky insanın psixoloji periodizasiyasını bu gün də öz aktuallığını itirmir. Yəni hansı ki bu dövrlərdə də biz ondan istifadə edirik. Vygotsky'nin periodizasiyası bir çox tədqiqatlarda mərkəzi mövqeyi tutur. Bu periodizasiya ilkin variantda insan şəxsiyyətinin necə dəyişdiyini başa düşmək üçün yaş dövrlərini mərhələyə bölməyi təklif edir. Aha, deməli mərhələ deyir burada. Amma hər mərhələni də tək Vygotsky'yə mi aid edirik? Xeyr, çünki Jean Piaget'də də biz mərhələlər görmüşük, amma burada bir qədər fərqlidir. Necə ki Jean Piaget'də mərhələyə böləndə biz demişdik 4 hissədən ibarət olurdu. Məsələn, sensimotor hissi, hərəki demişdik, ilkin əməli, konservasiya, forma. Burada bir qədər fərqlidir. İndi aşağıda cədvəl var, o cədvəldə siz onu daha aydın şəkildə görəcəksiniz. Vygotsky mərhələyə bölmüşdü və insan şəxsiyyətinin bu dövrdə necə dəyişdiyini başa düşmək üçün yaş dövrlərini bölürdü və uşağın uşaqlıq dövrü ilə maraqlanırdı və bu heç də təsadüfi deyildi. Psixoloqa görə şəxsiyyətin əsasları məhz erkən yaşda qoyulur və bu dəyişikliklər insanın həyatının növbəti hissələrinə də təsir göstərir. Yəni deyirik ki, bugünkü günü əgər biz şəxsiyyət kimi yetişmişiksə, yəni bu uşaqlıqdan gələn bir şeydir. Yaş periodizasiyası müəyyən yaşda olan bir insanın şəxsiyyətinə hansı dəyişikliklərin olacağını proqnozlaşdırmağa imkan verir. Yəni ali psixi funksiyaların tarixi mədəni inkişaf nəzəriyyəsi köhnəlmir. Əksinə dünya alimləri tərəfindən getdikcə daha çox belə deyək də araşdırılır, maraqla qarşılanır. Bu nə deməkdir? Yəni düşünə bilərik ki, nə qədər illər bundan əvvəl yaradılmış bir nəzəriyyədir, öz əhəmiyyətini itiribdir. Xeyr, əksinə illər keçdikcə alimlər bunu araşdırır və doğrudan da deyirlər ki, keçmişdə olan alimlərdir, Vygotsky'dir, Piaget'dir, Şuniski'dir, bir çox alimin nəzəriyyəsi öz aktuallığını itirmir. Buna nümunə olaraq elə biz Vygotsky'ni burada misal çəkdik.
Bu məqalədə sosial mədəni nəzəriyyələrdən biri olan ali psi funksiyanın tarixi mədəni inkişaf nəzəriyyəsi uşaqlar üçün səmərəli təlim nədir sualına cavab axtarır. Yəni hər zaman təhsil sistemi necə olur? Müəyyən qədər proqramlar dəyişilir, təlimlər olur, səmərəli təlim nədir sualına hər zaman cavab axtarılır. Və qeyd eləyək ki, təlim prosesində iki tərəfin fəaliyyəti nəzərdə tutulur. Bir tərəf bilik və bacarığı ötürür, yəni müəllim nəzərdə tutulur burada. Digər tərəf isə bilik bacarığı qəbul edir. Burada da bilik bacarığı qəbul edən şagirddir, uşaqlardır. Bu fəaliyyətin nəticəsində ikinci tərəf, yəni uşaqlar bilməyəndən bilənə, bacarmayandan bacarana çevrilir. Təlim haqqında bu cür baxış bucağı çox yayğındır. Yəni iki tərəfin fəaliyyəti burada vacibdir və uşaq passiv gözləyən yox, aktiv öyrənən tərəf olmalıdır. Müəllimin verdiyi məlumatları aktiv şəkildə qulaq asmalı, öz beynində müzakirə aparmalı, təhlil etməlidir. Bəs belə bir sual da ortaya çıxır ki, təbii ki, müəllim və öyrənənin olması hər fəaliyyəti hər zaman təlimə çevrilmir. Yəni bir qısacası desək, hər zaman müəllim olmasa belə şagird nə isə öyrənə bilərmi? Deyir ki, hər hansı təhsil müəssisəsində mütəmadi gedib gəlmək o demək deyil ki, həmin şəxs biliciyə çevriləcək. Məsələn, tutaq ki, universitetə hazırlaşan bir tələbədir. Mütəmadi məsələn hazırlıqlara gedir, kitablar alır. Məsələn, müəllim ona mövzular keçir. Əgər bu qarşı tərəf onu öyrənmirsə, şagird onu öyrənmirsə, deməli öyrənən tərəf deyil, aktiv öyrənən tərəf deyil. Yəni hər zaman gedib gəlmək, nəsə almaq, kitabın üzünə baxmaq, öyrənmək demək deyil. Öyrəndiyimizi necə öyrənirik? Dərinlə, sırf nəsə oxuyaraq, fokuslanaraq bir məlumatı əldə edirik. Burada da belədir. Bəs deyir, niyə doğru məlumatın ötürülməsi, hələ onun mənimsənilməsi demək deyil. Niyə öyrənəni biliciyə çevirmək çətindir? Aşağıda qeyd olunan situasiyadan bunu başa düşə bilərik. Yəni bu suala cavab axtarılır ki, niyə öyrənəni biliciyə çevirmək çətindir? Adətən deyir ki, ibtidai sinif müəllimləri bu həqiqəti yaxşı bilirlər. Hər hansı bir mövzu öyrənildikdən sonra şagirdlərin 90%-nin çoxu test nöqtəsinə gəlir. Məsələn, ibtidai sinif müəllimidir, uşaqlara hər hansı bir mövzunu öyrədir. Həmin vaxtda öyrəndiyi an, öyrəndiyi dəqiqə uşaqlar, məsələn, lövhəyə çağırsa, uşaq test nöqtəsindən gələcək. Bu halda da müəllim aldana bilər bu zaman. Müəllim elə düşünə bilər ki, mövzunu öyrəniblər, yeni bir mövzu keçirim, yəni öyrətməyə başlayım. Lakin üstündən bir həftə keçər, bir-iki gün keçər, həmin mövzuya keçəndə uşaq bilmir. Nə testi işləyə bilmir, nə mövzunu danışa bilmir. Bunun səbəbi nədir? Bunun səbəbi təbii ki, yaddaşdır. Yaddaş həm böyüklərdə, həm kiçiklərdə çox böyük bir problem yaradır. Həmçinin son dövrlərdə də belədir ki, insanın yaddaşında zəiflik olur. Və səbəbi nədir? Tək bu uşaqlarda deyil, böyüklər, həmçinin özümüzdə də var bu yaddaş zəifliyi. Məsələn, bunun da səbəbi çox ola bilər. Texnologiyadan istifadə etmək, fikrimizi bir yerə cəmləyə bilməmək, başqa həyati qayğılar və s. Bu şəkildə, yəni yaddaş zəifliyinin səbəbləri çoxdur. Burada nə baş verir? Səbəbi aşağıdakılardır. Verilən situasiyada ilk testin yaxşı nəticələri uşağın biliksizlikdən biliyə çevrilməsi ilə deyil, öyrənənin yaddaşının xüsusiyyəti ilə bağlıdır. Onlar tapşırığın həlli üçün lazım olan üsulları, algoritmi sadəcə yadlarında saxlayıb. Bu da müvəqqəti. Belə hallarda müəllim öyrənmənin nəticələri deyil, psixik proses yaddaşın funksiyaları ilə qarşılayır. Yaddaşın əsas funksiyalarının biri də unutqanlıqdır, yəni unutmaqdır. Bu fenomen yaşından asılı olmayaraq bütün öyrənənlər arasında baş verir. Müəllim və öyrənənin birgə fəaliyyəti olmadığı hallarda belə həqiqi öyrənmə prosesi olan situasiyalar da mövcuddur. Yəni deyir ki, müəllim olmasa belə, insanın özündə öyrənmə həvəsi varsa, istəyi varsa, bu baş tuta bilər. Tutaq ki, misal üçün deyirəm ki, xarici dil öyrənmək istəyirik. Hər birimizin arzusudur ki, ingilis dilini öyrənək. Çünki əsas dünya dillərindən biridir ingilis dili və adi məsələn hər hansı bir iş sahəsinə gedəndə belə çox vaxtı 80-90% ikinci bir dil biliyi soruşur. Bəs deyir ki, müəllim olmadan da hər hansı bir fəaliyyəti öyrənmək olmur? Əlbəttə olur. Məsələn, bunun bir növ mən informala da bənzədirəm. Özünü təhsil yolu ilə biliklərə yiyələnmək. Bu uşaqlarda da görünür bu hallar. Məsələn, uşaq Maşa Medved, yəni xarici dildə, rus dilində ola bilsin, baxır cizgi filmə. O qədər uşaq məsələn gözünü açır, ana ekran qarşısında ona göstərir ki, onu artıq uşaq öz ana dilindən kənar rus dilini öyrənməyə başlayır. Və yaxud da ingilis dilində cizgi filmlərə baxır. Baxır artıq məsələn oradan
xarici dili öyrənmiş olur. Öz ana dili kimi danışa bilir. Deməli, burada müəllim var idimi? Xeyr, müəllim yox idi. Amma nə etdi? Özü öz başına tək şəkildə öyrənmiş oldu. Və beləliklə deyir ki, müəllim və uşağın bir yerdə olması öyrənmənin baş verəcəyini heç də zəmanət vermir. Əgər uşağın özünün real fəaliyyəti yoxdursa, heç bir müəllim uşağın zehni inkişafına təsir edə bilməz. Belə olan hallarda müəllimin bilikləri uşağın beyninə birbaşa köçürülməsi mümkün deyil, yəni istək olmalıdır. Belə bir qayda var. Psixika sadəcə ətraf aləm haqqında təsəvvür obrazlar sistemi deyil, həm də fəaliyyət sistemidir. Deməli, öyrənənin fəaliyyəti onun verilmiş biliyi mənimsəyib mənimsəməməsinə gətirib çıxardır ki, bu səbəbdən Elkoninin fəaliyyət anlayışı bütövlükdə inkişaf problemi haqqında təsəvvürləri alt-üst edir və prosesi uşağa yönəldir. Bu fikir vurğulanırdı təbii ki, uşağın gedişatı, fəaliyyəti necə yerinə yetirilməsindən asılıdır. Amma Leontiyevə görə bunları yadımızda saxlamalıyıq. Elkoni nə deyib, Leontiyev nə deyib testlərdə düşür. Leontiyevə görə fəaliyyət öyrənənin öz ətrafı ilə ehtiyacını qarşılayacaq şəkildə münasibət qurması onu reallaşdırma prosesidir. Yəni öyrənən öz ətrafı ilə ehtiyacını qarşılayacaq şəkildə ünsiyyəti, münasibət qurması və onu reallaşdırma prosesidir. Öyrənəni fəaliyyətə sövq edən onun əsl ehtiyacı və bundan yaranan motivasiyadır. Öyrənən ehtiyacını ödəmək üçün çalışır və cəhdlər edir. Hər birimiz təbii ki, bu prosesi həyata keçirdirik. Əgər öyrənənin fəaliyyəti ehtiyacını ödəmirsə, öyrənən dəyişikliyə uğramır, o sadəcə biliyi əzbərləyir. Məsələn, bir mövzu öyrənmək istəyirik, onu başa düşməmişik, sadəcə üzündən oxuyuruq, sadəcə oxuyuruq, fikrimiz başqa yerdədir. Biz onu öyrənə bilərikmi? Tam qavraya bilərikmi? Yox, sadəcə əzbərləyirik, amma mahiyyətini başa düşmürük. Məsələ ondan ibarətdir ki, nəysə qulaq asanda, dinləyəndə, oxuyanda fikir fokuslanmaq lazımdır. Bir məsələdə yaddaş əsasdır. Baxın, bu nəzəriyyədə də bəhs olunan məsələ odur ki, yaddaşın funksiyası unutqanlıqdır. Yəni biz funksiyadan danışanda təfəkkürdən, təxəyyüldən danışmışdıq. İnsanın idraki, düşüncəsi, qavraması bu məsələdə əsas özünü göstərir. Yəni öyrənənin nəticəsində uşaq dəyişməlidir. Əgər o dəyişməyibsə, demək ki, biliyi mənimsəməyib, başqa sözlə inkişaf etməyib. Psixi inkişafın hər hansı bir mərhələsi uşağın gerçəkliklə münasibəti, yəni aparıcı fəaliyyəti ilə müşahidə olunur. Uşaq gerçəkliklə münasibətinin dəyişməsinin əlaməti onun bir aparıcı fəaliyyət növündən digərinə keçməsini göstərir. Aparıcı fəaliyyətin dəyişməsi üçün əvvəlki prosesdəki inkişaf zəncirindən yaranan növbəti motivasiya, dəyərlər, ehtiyac, tələbat formalaşmalıdır. Çünki uşaq aparıcı fəaliyyət vasitəsilə yaş tələbatı və ehtiyacını ödəyir. Məktəbəqədər yaşlı uşaqlarda bu xüsusilə aydın görünür. Uşaqların motivasiya, dəyər sferasının əsas aspektlərini anlamaq üçün Elkoninin insanın inkişaf mərhələsinə dair yaş periodizasiyasına müraciət etmək lazımdır. Bu arada 1989-cu illəri əhatə edirdi bu. İnsanın inkişaf mərhələsinə dair yaş periodizasiyası. Baxın, erkən yaş dönəmi, çağalıq 0-1 yaş, körpəlik 1-3 yaş dönəmidir. Deyə bilərsiniz, axı başqa PDF-lərdə ayrı cürdür. Bu təbii ki, alimin nəzəriyyəsinə uyğun olandır. Məsələn, çağalıq dövrü 0-1 yaş. Bu dövrün aparıcı fəaliyyəti nədir? Çağı ilə daha çox təmasda olan şəxslər effektiv ünsiyyət, qarşılıqlı əlaqə, bağlılıq ilkin dinamisinin yaradılması bu dövrün əsas xüsusiyyətidir. Adicə məsələn, misal üçün bağçada nümunə götürəndə bu dövrdə uşaq necə olur? Valideynə bağlı olur, toxunur əşyalara, qarşılıqlı inam, bağlılıq bu dövrün aparıcı fəaliyyətidir. Üstünlük təşkil edən inkişaf sferası motivasiya və dəyər sferasıdır. Yəni həvəs, dəyər, bunların hər biri inkişaf edən sferadır. Körpəlikdə isə 1-3 yaş dönəmində ətrafdakı əşyalarla manipulyasiya nitq bacarıqlarının formalaşmasıdır. Artıq bu dövrdə uşaqlar çoxlu sual verməkləri, manipulyasiya etməkləri, hər biri təbii ki, aparıcı fəaliyyətdir. Bəs üstünlük təşkil edən sferalar necədir? İntellektual və koqnitiv sfera, yəni idraki, uşaqların idrakının artıq inkişaf etdiyi dönəm koqnitiv sfera adlanır. Bu dövr erkən yaş dönəminə aiddir. Bəs uşaqlıq dövrünə nələr daxildir? Təbii ki, məktəbə qədər 3-7 yaş, müstəqil olmaq, sərbəst hərəkət etmək arzusu, uşaqların rollu oyunu, uşaqların imitasiyası, uşaqların böyüklərlə
qarşılıqlı fəaliyyəti onların yamsılaması, rollu oyunlar bir növ, hər biri təbii ki, aparıcı fəaliyyətdir. Bəs üstünlük təşkil edən sfera necə gedir? Motivasiya dəyər sferası. Bir də kiçik məktəbli yaş dönəmi var ki, yəni idrakın sfera olaraq intellektual və koqnitiv sfera irəli düşür. Aparıcı fəaliyyət olaraq isə birbaşa təhsil fəaliyyəti. Yəni bu dönəm artıq bilirik ki, bağça dönəmi deyil. Təhsil fəaliyyətinin olduğu dönəmdir. Öyrənmə cəhdlərinin olduğu dönəmdir. Bu da aparıcı fəaliyyətə aid olan məsələlərdir. İndi mən gəlirəm əsas məsələyə. Bu qara hərflərlə yazılanları əzbər şəkildə bilməlisiniz. Hətta bu böhran məsələsi 2022-ci ilin imtahan sualı idi. Deməli, birinci sosial situasiya, uşağı birbaşa əhatə edən mühit, situasiya ondan müəyyən pis hadisə münasibətlərin formalaşmasını gətirib çıxardır. Yəni sosial situasiya, sosial mühit, mühitin yaxşı olması, ünsiyyət, əlaqə, kommunikativlik, əhatə edən mühit, yəni ətrafı nəzərdə tutulur. Bu sosial situasiya gedir. İkinci bir məsələ aparıcı fəaliyyət. Müəyyən bir inkişaf mərhələsində psixikaya ən çox təsir edən fəaliyyət növüdür. Yəni mərhələli şəkildə baş verir bu. Və burada təbii ki, inkişaf mərhələsidir və bayaq da qeyd etdik ki, baxın burada göstərirdik yaşlara görə çağalıqda nələr var idi, körpəlikdə nələr var idi. Bunlar yaş artdıqca təbii ki, dəyişirdi. Və müəyyən bir inkişaf mərhələsi psixikaya ən çox təsir edən fəaliyyət növüdür. Bir də var böhran. Bu böhranlı dönəm necədir? Hətta bu tək körpələrə aid deyil, uşaqlara aid deyil, yeniyetmələrə də aiddir. Məsələn, olur uşaqların adətən səhv etmirəmsə 13, 14, 15 yaşları özünə qapalı olduqları dönəmdir. Heç məsələn valideynlə belə ünsiyyət qurmaq istəmirlər. Bu kəskin ziddiyyətli dönəmdir. Yəni özlərinə qapalı olduqları bir dönəmdir və böhran İnsan həyatının psixik komponentində kəskin dəyişikliklərlə xarakterizə olan inkişafın aralıq mərhələsidir. Qısa müddət davam edir. Yəni uzun müddət davam edərsə insan buna tab gətirə bilməz. İnkişafın hərəkət verici qüvvədən motivasiya əməliyyatlarının yerinə yetirilməsi prosesində uşaqda yaranan ziddiyyətlərdir. Yəni uşaq öz-özlüyündə beynində suallar olur. Bir çox məsələn sual cavabsız qalır. Dərk etməyə çalışır, həyatı başa düşməyə çalışır, həyatda öz mövqeyini tapmağa çalışır. Və burada Elkoninin nöqteyi nəzərindən vaxtaşırı fəaliyyətin əməli və motivasiya aspektlərinin inkişaf səviyyəsi arasında boşluq yaranır. Yəni biri irəli atılır, digəri qabaqlayır. Bu səbəbdən geridə qalan tərəfin lazımi səviyyəyə çatması üçün fəaliyyəti dəyişdirmək labüddür. Yaranan ziddiyyətin uğurlu həlli keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidi baş verir ki, bu da törəmələrdədir. Böhranın açar sözü nədir? Ziddiyyət sözü. Harda məsələn ziddiyyət sözü yaransa, dəyişiklik sözü görsəniz, aralıq mərhələ sözünü görsəniz, bilin ki, söhbət böhrandan gedir. Törəmə nədir bəs? Törəmə isə psixikanın inkişaf strukturunda ilk dəfə müəyyən bir yaş mərhələsində aşkar edilən yeni keyfiyyətli dəyişikliklərdir. Adi məsələn Vygotsky-də keçəndə sensomotordan biz ilkin əməlini eyni tuta bilmərik. Çünki sensomotorda demişdik ki, refleksiyadır. İlkin əməldə artıq animizmdir. Baxın, yenilikdir. Yaşlara görə də artıq məsələn 1 yaşlı uşağın həyatına başqa yeniliklər olur, 2-də ayrı, 3-də ayrı. Hər birinin, yəni psixikanın inkişaf strukturunda ilk dəfə müəyyən yaş mərhələsində aşkar edilən yeniliklərdir. Uşağın böyüməsi, təfəkkürün inkişafı hər biri təbii ki, burada nəzərdə tutulur. Deməli, nələr oldu? Sosial situasiya, aparıcı fəaliyyət, böhran, törəmə. Mövzumuzun adı ali psixik funksiya nəzəriyyəsidir. Burada tək Vygotsky-nin deyil, həmçinin Elkoni və Leontievin də adı gedir və bunu təbii ki, inkişaf etdirmişdilər alimlər. Bu şəkildə. Bununla bağlı nəsə sualınız varsa buyurub deyə bilərsiniz. Başa düşmədiyiniz.